Salamlar, mən Elvin Hüseynzadə. Artıq 2 ilə yaxındır ki, IT Brains Akademiyada data analitika üzrə təlimçiyəm. Bu gün sizə SQL-də aqreqat funksiyalar haqqında məlumat verəcəm. İlk öncə biz Live SQL, yəni indiki adı FreeSQL-də ondan istifadə edəcəyik və bildiyiniz kimi burada hazır databaza, sxemalar və cədvəllər var. Bizim istifadə edəcəyimiz cədvəl HR Employees cədvəlidir. Əvvəlcə biz bu cədvəli run edək. Select all from HR Employees yazaraq cədvəldə hansı datalar olduğunu görək. İlk öncə bir cədvəlimizə bir baxış keçiririk və burada employee ad, soyad, e-mail nömrə, job ID və sair cədvəllər olduğunu görürük. Burada əlavə olaraq bu cədvəldə email, phone number, hire date, job ID, salary. Biz əsas salary, yəni maaş sütunu üzərindən gedəcəyik. Gördüyünüz kimi burada insanların hansı departamentdə çalışdığını bildirən departament ID sütunu var. Burada departament ID yazılsa da departament adı yazılmayıb və biz bu departament adını HR Department sütunundan, daha doğrusu üzr istəyirəm, cədvəlindən gətirəcəyik. Və bu cədvəldən onu gətirmək üçün əlbəttə ki, bu iki cədvəl, HR Employees və HR Department cədvəllərini biz birləşdirməliyik. Əvvəlcə biz sadəcə bir baxa bilərik, first name, last name sütunundan istifadə edib və əlavə salary sütunundan da istifadə edib. Bu skripti run etsək, görərik ki, hansı işçi nə qədər maaş alır. Amma biz aqreqat funksiyalardan istifadə edəcəyimiz üçün gedib HR Department cədvəlinə belə deyək, başvururuq və oradan departamentləri gətirərək aqreqatlaşdırırıq bu salary sütununu. Təbii ki, biz departament ID-yə görə də biz bunu aqreqatlaşdıra bilərik. İlk olaraq biz elə departament ID-yə görə bu maaş sütununu aqreqatlaşdıra bilərik. Əvvəlcə bu departament ID sütunundan istifadə edirik və hər departament ID-yə görə ümumi maaşın cəmi məbləğini bilmək üçün biz bura sum yazırıq. Yəni sum funksiyasından istifadə edirik. Sum salary və sütun adımızı, yeni yaranacaq sütun adımızı belə deyək, qısa bir alias verək, yəni qısa bir adlandırma edək. Ona cəm maaş adı verəcəyik və biz burada cədvəl adını da yazmışıq. Bundan sonra biz qruplaşdırmadan istifadə etməliyik. Qruplaşdırma nə üçündür? Biz aqreqat funksiyanın yanında istifadə etdiyimiz departament ID-ni qrupaya yazmasaq, skript, yəni SQL başa düşməyəcək ki, biz hansı sütuna görə salaryni cəmləyirik. Yəni artıq biz qrupaya department ID yazdıqdan sonra SQL kodu run etdikdə anlayacaq ki, biz hər departament üçün ümumi maaşın cəminə baxırıq. Bu skripti run etsək, görərik ki, bu departament ID-lərə görə cəm maaş var və maaşların cəmini görə bilərik. Əlbəttə ki, istəsək biz sıralayaq, yəni çoxdan aza departament ID-ləri sıralayaq. Bunun üçün order by istifadə edəcəyik və order by-a cəm maaş yazmaqla biz order by etdikdə əlbəttə skript bunu azdan çoxa sıralayır. Bizə çoxdan aza lazım olduğu üçün cəm maaş sütununun qarşısına desk yazırıq və çoxdan aza sıralayırıq. İndi başa düşürük ki, departament ID 80 olan departamentdə ən çox maaş olan departamentdir. Bəs bilmək istəsək ki, bu hansı departamentdir? Təbii ki, adını bilmək istəsək, bayaq dediyim kimi biz bunları birləşdirməliyik HR Departments cədvəli ilə. Join şərtindən istifadə edirik, HR Departments və bu cədvəllərə də qısa adlandırmalar veririk və hansı şərtə görə, təbii ki, department ID-yə görə biz bunları birləşdirəcəyik.
Departament ID-yə görə biz bunları birləşdirdən sonra bizə sadəcə lazım olacaq digər cədvəldən biz ona görə birləşdirdik ki, bizə departament adı lazımdır. Bunun üçün də biz bura department name yazırıq və artıq gördüyünüz kimi Group by-da department ID var, department name yoxdur. Yəni department name-i də bura yazmaq lazımdır ki, SQL başa düşsün ki, biz hansı sütunlara görə salary cədvəlini aqreqatlaşdırırıq. Skriptimizi run etsək, deməli, artıq görürsünüz belə bir error aldıq. Column ambiguously defined. Bu nədir? Yəni, SQL başa düşmüş ki, biz hansı select-də istifadə etdiyimiz department ID sütunu hansı cədvəldəndir? HR employees yoxsa HR departments? Ona görə bunun qarşısına biz T yazırıq, sadəcə T nöqtə. Yəni, bildirmək istəyirik ki, HR employees cədvəlindəki department ID-dən biz istifadə edirik və artıq run edirik. Group by-a da bunu əlavə etməliyik. Soruşa bilərsiniz, bəs department name-ə niyə biz bunu etmədik? Çünki department name hər iki cədvəldə deyil. Department name sadəcə HR departments cədvəlindədir və salary-də təkcə HR employee cədvəlində olduğu üçün onların qarşısına T və yaxud da T2, yəni qısa adlandırmağı yazmağa ehtiyac yoxdur. Run etdik və artıq nəticəmizi görürük və yaxud sadəcə bir qədər əvvəl biz görürdük department ID-ləri, indi isə departamentin adlarını görürük və bu datadan başa düşürük ki, satış departamenti ən çox maaş alan, shipping isə ikinci, executive isə üçüncü ən çox maaş alandır. Yəni çoxdan aza, ən az maaş alanlar isə administrasiya heyətidir. Bugünkü dərsimiz bu qədər. Bu gün sizinlə aqreqat funksiyalar haqqında qısa məlumat əldə etdik. Gələn dərslərdə görüşənədək.